Bütün izləyiciləri salamlayıram. Laçın rayonu Minkənd kəndindən. Minkənd kəndi Laçının ən böyük kəndidir. Bax, görün nə cür çətin yerdə cəmaət əziyyətlə, zəhmətlə, bax, ağı dəlib, daşı dəlib, burada ev tikiblər. Fikir verin buna. Fikir verin, görün nətərdir, bax, o gözəl çaydır Minkəndin yanından axır. Bax, belə evlərə fikir verin. Baxın, görürsünüz, nə gözəl evlər var. Kənddə Azərbaycana böyük alimlər veribdir. Ondan sonra Azərbaycanın İlk Təhsil Naziri bu Kəpən Rədim Rəşadov. Burada çox böyük görkəmli alimlər, görkəmli həkimlər çıxıb Respublikada tanınan. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Yəni Minkənd bu günlərdə öz torpağı ilə və Minkəndin suyu ilə və ən əsası insanlarla fəxr edirik hamımız. Bax, belə bir gözəl bir dənə kəndin bir hissəsidir bu. Ən böyük kəndi yuxarıda da yəqin ki görəsiniz. Fikir verin, yuxarı evlərə bax. O yuxarıdakı ev, gör nə gözəl evdir. Yuxarıdakı ev. Qismət olmuş yəsənə. Allah yəsin sağlıqsa Allah ömür versin. Dünyasını deyəsə Allah rəhmət eləsin. Övladları yəqin bu evləri gəlir. Bu evlər olmasa da tikəcəklər də. Belə şəhər üslubundadır, amma tikəcəklər. Tikəcəklər. Kənd sərfəti üçün də kənarda yerlər verəcəklər. Heyvandarlıq üçün. Lakin burada əsas heyvandarı bir də çox illik yoncaza dəkə bilərlər bəlkə ətraf yerlərdə. Amma əsas burada heyvandarlıq, göçəri heyvandarlıq buraxaraq deyil. Baxın evlərə baxın. Bazar buralarda olmalıydı. Valla evlər dağılıb deyil, oryentasiyanı adam təmayülü itirir də bilmirsən. Fikir verin bura. Deyir, bağı dəlib ev tikiblər. Divarlar qəşəng, hamısı gözəl daşlardır bunlar çox. Fikir verin buna, bəlkə də gör nə gözəl memar üslubu ilə də tikiblər hamısı. Kəllayı, dolayı, yataq otaqları, nə bilim, hamısı. Minkənddən çoxlu savadlı adamların, alimlərin olmağının əsas səbəbi keçən əsrin əvvəllərindən burada rus vətən məktəbi olması ilə bağlıdır. Burada Minkəndin Abad Xeyir dərəsidir, Abadın Xeyir yəni. Haqiqətin xeyir. Və burada Ağbulaq şəlaləsi, yəni sular. Görün, bu suyu Laçına çəkmək istəyirdilər. İşlər yarımçıq qaldı Laçın şəhərində. Yəni Azərbaycanda inanmıram ki, haradasa belə gözəl su olur. Şükür Allahıma, Allaha həmd olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qaziləri qorusun, qəhrəman şəhidlərə rəhmət. Qətiyyətli ali baş komandanlara Allah qorusun ki, bu üç amil bizi bura gətirib. Bunu unutmaq olmaz.